İki Xocalı qatili görüşdü. Bu görüntü həm utanc verici, həm də gözlənilən idi. Yanvar ayında Azərbaycan Vaqif Xaçaturyanı və daha 3 erməni məhbusu Ermənistana təhvil verəndə xeyli səs-küy qalxdı. İnsanlar haqlı olaraq etiraz edirdi. Bu adamlar Xocalı soyqırımı, Meşəli qətliamının iştirakçılarıdır. Niyə buraxılır? Cavab isə həmişə eyni idi. Xəstədir, yaşlıdır, xərəkdə verilir, ölsün deyə qaytarırıq. Bir neçə nəfər hər postun altında bu nağılı malaladı. İndi isə həmin xəstə, özünü hiss etməyən, Bakıda acından ölən Xocalı qatili Xaçaturyanın yanağından yağ daman görüntülər yayılıb. O, Robert Köçəryanın seçki kampaniyasına qoşulub. Masis rayonuna səfər edən Köçəryanın görüşünə gəlib. Əlini sıxıb, söhbət edib, gülümsəyib. Sanki heç nə olmayıb. Sanki 1991-ci il dekabrın 22-sində Meşəli kəndində 25 Azərbaycanlını qətlə yetirib, 14 nəfəri yaralayıb, 358 nəfəri didərgin salan o dəstənin üzvü deyil. Ən maraqlısı isə erməni bloger Natalya Aleksanyanın reaksiyasıdır. O çox sərt yazır. Stat: Vaqif Xaçaturyan Azərbaycanın ümumiyyətlə buraxmamalı olduğu bir əclafdır. Nikol Paşinyanın sayəsində o Ermənistandadır və Robert Köçəryanla əl sıxır. Azərbaycan dövlətinə müraciət edirəm, xahiş edirəm, qalanlarını buraxmayın. Onlar Ermənistan Respublikasının düşmənləridir. Statın sonu. Vaqif Xaçaturyan bugün Köçəryana dəstək verirsə, demək həmin xəstə adam əslində heç də zəif deyilmiş. Sadəcə Azərbaycanın humanizminə sığınmışdı. İndi isə maska düşdü. Bu hadisə həm də onu göstərir ki, bəzi məhbusları təhvil verərkən daha sərt və şərtsiz yanaşmaq lazımdır. Çünki tarix təkrar olunur və bu tip xəstə adamlar heç vaxt sağalmır.